Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullah və bərəkatuh. Əziz və dəyərli dostlar, əziz izləyicilər, hər birinizi xoş gördük bu videomuzda. Mən Quluzadə Ağaxan. Hər birinizə bu dərsimizi izlədiyiniz üçün təşəkkür edirəm. Əzizlər, müəyyən və özümüzdən asılı olmayan bəzi səbəblərə görə bizim mübarək Ramazan ayından bəri başladığımız Quran-ı Kərimi ərəbcə və təcvidlə oxuyuşu dərslərimiz bir qədər dayanmışdı. Amma indidən etibarən başladığımız qayda ilə davam eləyir və hər birinizdən də izləyib bəhrələnməyinizi xahiş edirik ki, hədislərimizdə qeyd olunan əsasən Quran-ı Kərimi oxumaq, öyrənmək, öyrəndikdən sonra digərlərinə öyrətmək səbəb olur ki, insanların ən xeyirlisi olasan. İnsanlar arasında ən xeyirli şəxs olasan Quran-ı Kərimi öyrənmək və öyrətməklə. Və biz keçən 4 dərsimizdə ərəb əlifbasının hərflərini yekunlaşdırmışdıq. Hərflərdən sonra gələn bəzi mövzular ki var, o mövzuları izah eləmədən əvvəl ümumi bir dərs olaraq bu dərsi də qeyd edirik. Bu da vacib bir dərsdir. Bu dərsimizdə biz indiyə qədər keçdiyimiz bütün hərflərin üzərindən qısa bir nəzər yetirəcəyik. Ondan sonra ərəb əlifbasında olan, əlifbada iştirak edən, amma hərf olmayan bəzi formalarla tanış olacağıq və hərflərin birləşmələrini İnşallah düzgün birləşmə qaydasını sizlərə göstərəcəyik. Bismillah. Biz birinci dərsimizdən ta 4-cü dərsimizə qədər ərəb əlifbasının 28 dənə hərfi ilə tanış olduq. İndi də bir-bir onları hamısını yazaq ki, təkrar olsun. Təkrar da təbii ki, vacibdir. Deməli, birinci hərfimiz oldu əlif hərfi. Forması bu cürdür. Əlif hərfindən sonra bir forma keçdik ki, o forma ilə 3 dənə hərf yazılır. Onları da göstərək. Bax, bu forma idi ki, bu forma ilə deməli 3 dənə hərf yazmışdıq. Bu forma, bunun bir dənə nöqtə altında bu oldu B hərfi. 2 nöqtə üstdə bu oldu T hərfi və 3 nöqtə üstündə bu da oldu S hərfi. Bundan sonra biz növbəti bir forma keçdik ki, o forma ilə də 3 dənə hərf öyrəndik. Onu da yazıb diqqətinizə çatdıraq. Bəli. Bu formalar idi ki, bu formanın da ortasında bir nöqtə, bu oldu cim hərfi, nöqtəsiz bu oldu hə hərfi və üstündə bir dənə nöqtə ilə bu da oldu xa hərfi. Ondan sonra yenə də bir dənə forma keçdik ki, həmin forma ilə də 2 dənə hərf öyrəndik. Deməli, bu oldu nöqtəsiz forması ilə dəl hərfi və yenə bu formanın üstünə bir dənə nöqtə qoyulanda bu da oldu zəl hərfi. Sonra biz bir dənə forma keçdik, həmin forma ilə də 2 dənə hərf öyrəndik. Bu oldu nöqtəsiz halda ra hərfi. Və bu da oldu üstündə bir dənə nöqtə ilə zəy hərfi. Ondan sonra yenə hərflərimiz davam eləyir.
Belə bir forma keçdik. Bu oldu deməli sin hərfi və yenə eyni forma, sadəcə üstündə 3 dənə nöqtə ilə. Bu da oldu deməli şin hərfi. Ondan sonra yenə biz bir forma keçdik ki, həmin forma ilə də 2 dənə hərfi öyrəndik. Bu qayda ilə yazılır. Deməli, bu oldu sad hərfi və yenə bu forma ilə sadəcə üstündə bir dənə nöqtə, bu da oldu bad hərfi. Bu hərf barədə də məlumat vermişdik səslənməsi barəsində, amma daha ətraflı hərflərin məxrəcləri adlı dərslərimiz olacaq inşallah gələcəkdə. Həmin dərslərdə məlumat verəcəyik. Sadəcə ilk öncədən bunu bilin ki, bu hərf bir qədər daha çətindir deyəni indidən deyirəm ki, biraz öyrəşəsiniz deyə. Bu hərfdə həm D səsi var, həm də Z səsi var. Məxrəcini qeyd edəndə görəcəksiniz ki, həmin məxrəclə səsləndirdikdə D və Z hərfləri, səsləri eyni anda tələffüz olunur. Və yenə bir forma keçdik. O forma ilə də adət üzrə 2 dənə hərf öyrəndik, daha doğrusu qaydaya əsasən. Deməli, bu oldu ta hərfi və yenə bu forma sadəcə üzərində bir dənə nöqtə, bu da oldu za hərfi. Sonra növbəti bir forma keçdik və o forma ilə də yenə nöqtə fərqi ilə 2 dənə hərf yazılır. Təqribən bu cür bir formadır. Deməli, bu forma nöqtəsiz oldu. Ayn hərfi, bunun da məxrəci bir qədər çətindir. Sadəcə bunu hələlik əyn kimi tələffüz edin, amma çalışın tələffüz edəndə boğazın orta yeri, hülqum olan yeri bir qədər sıxılsın. Ayn kimi tələffüz olunur və eyni forma ilə üstündə bir dənə nöqtəsi, bu da oldu qayn hərfi. Sonra belə bir hərf keçdik. Bu da çox gözəl bir hərfdir. Üstündə nöqtə ilə bu oldu fə hərfi və biraz buna oxşar, sadəcə belə desək, qarnı biraz böyük. Yəni belə bir ifadə işlətsək və üstündə 2 dənə nöqtə ilə bir hərf keçdik. Bu da oldu qaf hərfi. Ondan sonra belə bir hərf öyrəndik. Belə bir hərfdir və ortasında da, baxın, diqqət edin yazılışına, bu cürünə bir işarə var. Bundan bir dənə də yazıram, qoy biraz daha rahat olsun. Deməli, bir dənə bir baş, uzanan bir bədən və dalğalı bir işarədir. Baxın, kəf hərfinin sözün əvvəlində yazılan formasına daha çox oxşayır. Bu da oldu kəf hərfi. Ondan sonra yenə də bir hərf öyrənmişdik. Onun da formasını yazaq.
Bu oldu ləm hərfi. Sonra belə bir hərf. Bu oldu mim hərfi. Bu oldu nun hərfi və ondan sonra deməli bu oldu vav hərfi. Sonra son iki hərfimiz hə hərfi. Bunu bəzən bu yazılışda görə bilərsiniz. Bunun hə hərfinin sözün əvvəlində yazılan forması bəzən elə olur ki, sərbəst forması ilə eyni işlədilir. Amma əslində sözün əvvəlində yazılan forması ilə sərbəst forması ayrıdır. Sadəcə mən nəyə görə yazıram? Sözün əvvəlində yazılan forması hə hərfinin bir qədər çətin yazılır. Əslində çətin deyil, biraz diqqət tələb eləyir də yazılışı. Baxın bu formada. Bu cürlə. Bu indi biraz böyük yazdım ki, biraz aydın olsun. Əslində bir qədər balacadır. Sadəcə aydın olsun deyə böyük yazdım və sonda da gələn hərfimiz oldu yə hərfi. Altında da 2 dənə nöqtəsi. Bəli əzizlər, bunlar oldu bizim 4 dərs ərzində keçib bitirdiyimiz hərflər. Bu hərflərlə bağlı bizim tapşırıqlarımız nələr idi? Bunların hər birinin bütün formaları, misal üçün sərbəst forması, biz indi hamısının sərbəst formasını yazdıq. Sərbəst, sözün əvvəlində gələn, sözün ortasında gələn, sözün axırında gələn formalarını ən azı bir sətr olmaqla yazmaq. Baxın, bu çox vacibdir. Yazmağın rolu danılmazdır. İstənilən bir şey öyrənəndə yazmaq mütləq şəkildə vacibdir. Ona görə də bu hərfləri mütləq şəkildə yazın və çalışın bu formalarına, yəni əsas formalarına oxşada biləsiniz. Yəni tam fərqli də olmasın da. Bəli, başa düşürəm, bəzən ola bilər ki, bir hərfi yazmaq məsəl üçün sizin əlinizə yatmaya. Onu çoxlu məşq eləyin və çalışdığınız qədər yazdığım bu formalara oxşadın yazacağınız hərfləri. İndi isə bəzi birləşmələri göstərək. Misal üçün bir nümunə yazaq öncədən. Belə bir nümunə yazım öz dilimizdə. Hansı söz? Misal üçün kitab sözü. Gözəl sözdür, çox gözəl sözdür. Baxın, bu bizim dilimizdə oldu kitab sözü. Bunu bir-birinə birləşəni mən indi xətti məlikəmə çoxa birləşdirib yazmıram. Misal üçün bir dənə həmin qayda ilə yazın. Ana sözünü yazaq, o da gözəl sözdür. Baxın, ana sözünü yazarkən A hərfi, ortada gələn N hərfi və sonda gələn A hərfi arasında, yəni bunları birləşdirmək üçün çıxıntılar ki var. Eyni ilə də ərəb əlifbasında belədir, amma bu çıxıntıları yazarkən, misal üçün biz necə öyrənmişdik? Tutaq ki, H hərfinin sözün əvvəlində gələn formasını yazaq. Sözün əvvəlində gələn forması. Sad hərfinin sözün ortasında gələn formasını yazaq. Təqribən bu qayda ilə.
və ləm hərfinin sözün axırında gələn formasını da yazaq. Baxın, hər birinə deməli çıxıntılar qoymuşuq. İndi biz bu hərfləri birləşdirərkən bu çıxıntıları belə bu uzun formaları ilə yazıb birləşdirmirik də, aydın məsələdir. Çünki belə yazsaq həm çox yer tutar, həm də səliqəsiz görsənər. Biz bunları birləşdirərkən bu çıxıntıları qısaldırıq. Baxın bu forma ilə. İndi asta-asta yazaq, sizə də göstərək. Baxın, gəlir bu cürlə. Baxın bu forma ilə. Birləşəndə, baxın bu çıxıntılar ki var, bunlar deməli bu forma ilə yazılır. Yəni hər birinin ayrı-ayrı çıxıntılarını uzadıq şəkildə yazmırıq. Uzun şəkildə yazmırıq. Hər birini bir-birinə bitişdirib yazırıq və çıxıntıları bir-birindən seçilir. Və bu cür yazmağı mümkün qədər məşq edin ki, get-gedə artıq əliniz öyrəşsin, əlinizi qələmi dəftərdən çəkmədən bir dəfəlik bunu yaza biləsiniz. Bir neçə dənə bu cür birləşmə nümunəsi göstərək sizə. Misal üçün, deməli, kəf hərfinin sözün əvvəlində gələn forması, tə hərfinin sözün ortasında gələn forması və bə hərfinin sözün sonunda gələn forması. İndi isə bunlar birləşəndə hansı qayda ilə yazılır, onu da göstərək. Bu dəfə qələmi dəftərdən çəkmədən yazım, siz də diqqət edin, yəni qaydasını öncədən mənimsəyin. Baxın, təxminən bu qayda ilə. Çıxıntıların arasındakı məsafəyə fikir verin. Bir dənə də buna bənzər bir söz yazaq. Deməli, ayn hərfinin sözün əvvəlində gələn forması və çalışdığınız qədər belə nümunələrdən siz də yazmağa cəhd edin. Ürəyiniz istəyən, istənilən növ hərfi, mənim indi seçdiyim bu nümunələr Qurani-Kərimdəndir. Ürəyiniz istəyən növ hərfi çalışın bir-birini birləşdirin. Birləşdirə məşq edin həm birləşdirməni, həm də yazmağı. Deməli, ayn hərfinin sözün əvvəlində gələn forması, mim hərfinin sözün ortasında gələn forması və dəl hərfinin sözünün sonunda gələn forması. İndi bunları birləşdirək. Baxın, birləşəndə aradakı çıxıntılar mümkün qədər qısalır və hərflər də rahat şəkildə seçilir. Ayn, mim və dəl. Bir dənə də belə bir nümunə yazaq. Zəl hərfinin sözün əvvəlində gələn forması, zəl hərfinin deməli sözün əvvəlində gələn formasını yazaq, hansı ki özündən sonrakı hərfə birləşmədiyi üçün həm sərbəst forması, həm də sözün əvvəlindəki forması eynidir. Bu oldu zəl hərfi. Sonra hə hərfinin sözün əvvəlində gələn formasını yazaq, çünki birləşmədiyindən, özündən əvvələ gələn hərfə birləşmədiyindən ortada hesab olunmur. Biz elə bir forma yazmalıyıq ki, özündən əvvələ birləşməsin, özündən sonraya birləşsin. Ona görə əvvəlində gələn formasını, bax bu formasını yazmalıyıq. Yenə yazılışına diqqət edin. Və bə hərfinin sözün sonunda gələn formasını da yazaq.
İndi isə bunları birləşdirək və aradakı fərqə fikir verin. Zəl hərfi eyni. Və bu da bu yazının birləşmiş halı. Bu qayda ilə bir neçə dənə bu cür birləşmələri məşq eləyin və bunlar həm yazı üçün vacibdir, həm də hərfləri ki, biz Qurani-Kərimdə belə uzun formalarla oxumayacağıq. Bu birləşmə formaları ilə oxuyacağıq. Ona görə də bunu öncədən göz yaddaşı üçün vacib məsələdir. Bəzi formaları nəzərinizə çatdıraq. Bir neçə dənə forma var ərəb əlifbasında. Əslində hərf deyirlər, amma hərflərlə sıx əlaqəli olduğundan onlar da bir forma kimi götürülür və onu qeyd edeyim ki, bu 3 dənə forma ki sizə göstərəcəyəm. Bu 3 dənə formanın hərəsini biz gələcəkdəki bəzi dərslərimizdə ayrı-ayrılıqda izah eləyəcəyik inşallah. Birinci formamızın adı həmzədir. Həmzə. Həmzə bu formada yazılır. Rahat bir formadır, çox rahat bir şəkildə yaza bilərsiniz. Bir daha yazıram. Təqribən ayn hərfinin sözün əvvəlində gələn formasına oxşayır, amma çıxıntısız haldadır. Bir daha yazım, daha diqqətinizə cəlb olunsun. Baxın, bu da oldu həmzə. Həmzə barəsində bizim ayrıca bir dərsimiz olacaq ki, sırf həmzə ilə əlaqədardır. Çünki bu bölünür iki yerə. Qət həmzəsi var, vəsil həmzəsi var və həmzə ərəb əlifbasının oxunuşunda fundamental mövzularla birbaşa əlaqəlidir. Ona görə bunu ətraflı şəkildə öyrənəcəyik. Çünki vacibdir. Bu oldu həmzə. Bunun formasını yadda saxlayın. Ondan sonra gəlir ləm əlif. Onu da qeyd edeyim. Bunun adı nəyə görə ləm əlifdir? Çünki bu elə bir formadır ki, hərf demək olar əslində. Elə bir formadır ki, ləm hərfi ilə əlif hərfinin birləşməsindən yazılır. Baxın, biz indiyə qədər öyrəndiklərimiz əsasında ləm hərfi ilə əlif hərfini birləşdirək bir dənə. Görüyorum birləşməsi necə yazılır misal üçün. Baxın, bu ləm hərfinin sözün əvvəlində gələn forması və deməli əlif hərfi. Bu forma bir qədər səliqəsiz və yaxud da bir qədər arzu olunmaz bir forma olduğundan biraz daha göz oxşayan bir forma yaranıb. Ləm əlif adlanır bu da. Bu da elə əlif hərfidir. Sonra gələn ləm hərfidir birinci, sonra gələn isə əlif hərfidir. Deməli, baxın, diqqət edin. Bu oldu ləm hərfi və sonra buradan da belə uzanır. Bu da olur nə? Əlif hərfi. Bu əlif burada hərf rolunda deyil, məd rolundadır. Bunun mövzusunu izah eləyəcək. Bu da mövzusu gələcək dərslərdə izah olunacaq bir formadır. Sadəcə indidən formanı və adını yadda saxlayın və yazılışını. Baxın, bir yazılış forması bu cürdür. Digər bir yazılış forması da var. Bu daha çox istifadə olunur. Bu daha çox istifadə olunandır. Bunu çalışın çox məşq eləyəsiniz. Bundan bir dənə də yazıram ki, daha çox diqqətinizdə olsun. Baxın, bu oldu əlif hərfi və bu qayda ilə də bu da oldu. Daha bu oldu ləm hərfi və belə bir qayda ilə də əlif hərfi. Bunun da adı oldu nə? Ləm əlif. Üçüncü və son formamızın adı isə deməli Təmərbutənin nə olduğunu indi qeyd edirəm.
Deməli, diqqət edin. Biz belə bir hərf keçmişik sizlərlə. İndi də təkrar elədik. Deməli, belə bir hərfdir. Tə. Bu məlumdur. Tə mərbutə isə tə hərfinin bağlanmış formasıdır. Nə mənada bağlanmış? Elə bil ki, bu ucu ilə bu ucunu bir-birinə bağlayırsan, iki dənə nöqtəsi də üstündədir. Mərbutə, tə hərfinin adı mərbutə isə rabitə sözündən götürülür. Mənası bağlanmış deməkdir. Və bağlanmış tə, yəni tə mərbutənin qaydası isə bu formadadır. Hə hərfinə oxşayır. Hə hərfinin sərbəst formasına. Üstündə isə iki dənə nöqtəsi ilə. Və təmərbutə sözün sonunda yazılanda eyni ilə hə hərfinin sözün sonunda yazılan formasına oxşayır. Baxın, bu hə hərfinin sözün sonunda yazılan forması sadəcə təmərbutə olduğu üçün üstündə iki dənə nöqtə. Bunun barəsində də bizim ayrıca bir dərsimiz olacaq. Çünki bu da əlaqəlidir bəzi mövzularla. Vəqf mövzusu ilə misal üçün əlaqəlidir deyənə, bununla da yenə bunu ayrı bir dərsdə öyrənəcəyik. Sadəcə indidən adlarını və formalarını yadda saxlayın və bunu da yazılış dərslərinizdə məşq edin. Deməli, birinci formamız oldu həmzə, bu qayda ilə yazılır. İkinci formamız oldu ləməlif, deməli, bu qayda ilə yazılır. Bu iki qaydanı daha çox yadda saxlayın. Bu qaydada az-maz da olsa istifadə olunur. Digər bir formamız da oldu təmərbutə. O da bu iki formanın birində yazılır. Bəli, əziz dostlar, bu da oldu bizim növbəti dərsimiz. Bu ümumi bir dərs idi. Təkrar forma xarakteri daşıyır. Bu dərsimizdə də diqqətlə yanaşın. Digər bütün dərslərimizdə olmalı olduğu kimi. Və tapşırığımız da yenə bundan ibarətdir. Eyni qayda ilə ki, hərfləri, yeni keçdiyimiz formaları və hərflərin bu birləşmələrini ki, indi izah elədik. Bunların hər birini ən azı bir sətir olmaqla yazın. Yazmaq mütləqdir. Həm əliniz öyrəşsin, həm də göz yaddaşınız götürsün. Və biz Allahın izni ilə gələn dərslərimizdən başlayacağıq növbəti mövzulara, hərəkələr mövzusuna, ardınca məd mövzusuna. O mövzuları diqqətlə mənimsədikdə biz artıq Qurani Kərimin oxunuşuna başlaya bilərik inşallah. Sağ olun, Allah amanında qalın.